Olar ki buradan durulla gelirlər şumala. Əkbər cücə yiyələrin işlərini rahatlatmışam. Əsl əkbər cücə budur. Lütfən like elə, gedək bişirək. Toyuqlarınızı balaca alın, bu cür vəsətdən bölün. Duzlu suda 5 saat istirahət verin. 5 saat sonra kamilən soyudun dəriyib, sarı kök, istot və ədviyə karı vurun, qəşəng masaj verin. Qəliz zəfranını da töküb yenə masaj veririk. Narin doğranmış soğanın töküb, ablımızın da töküb, üstün çəkərik. 5 saat zaman veririk, ədviyə ilə istirahət eləsin. İcazə verəcək, yağımız dağ olsun, toxularımızı içində qızardaq. Qızarılandan sonra kərəsini də töküb, yenə bolan salan zəfran, qapaq qoyacaq. Əyan vamda eləyək, həm pişsin, həm qızarsın. Soğanlar ki, toğu təmdar eləmişdik, qızardıb, ona girdəkanın pudrunu, robbə ənar, su tökərik. Qəşəng icazə veririk, yarım saat pişib, bu cür qəliz olsun. Bu da bizim əkbər cücəmiz. Əgər xoşun gəldi, məmnun olurum ki, peycimi follow eləyib like eləyəsiniz.